Hər birinizi yeni vloqumla salamlayıram. Səhərlər olduğu kimi işə getməyə hazırlaşıram. Axşamdan saçımı yumuşam, belə hörmüşəm. Arada belə deyirəm, ürəyim istəyəndə saçlarım belə buruq olur. Balyaj olduğuna görə belə buruqlar çox qəşəng qalır. Onu da videolarımdan görmüşəm ki, oradan da qəşəng görsənir. Burada qərar verə bilmirəm ki, saçımı hansı formada eləyim, ortadan ayrılmış vəziyyətdə qalsın, yoxsa bir tərəfə töküm. Mən əvvəllər saçımı bir tərəfdən ayırıb tökürdüm. Həm də saçlarım çox uzun idi. Həyatımda hər şey mamamdan sonra dəyişdiyi kimi saçlarım da dəyişdi. Saçlarım qısaldı. Ondan sonra başladım saçımı da həm də ortadan ayırmağa. Özümə belə çox yaraşdırdım. Ancaq bu buruqda nə bilim istədim bir tərəfdən eləyim. Sonra gördüm ki, yox, el olanda gərək əlim saçımda ola bütün günü. Ona görə də ortadan ayırdım saçımı. Əslində mən 6 aydan bir saçımı rəngləndirirəm. Bu aralar 3 aydan bir elədim. Yəni bu qış müddətində 3 aydan bir etdim. Sonra gördüm ki, saçımın ucu keyfiyyətsiz oldu. Hər dəfə saçımı biraz nəsə qızışdım, getdim kəstirdim. Bibim qızına kəstirmədim. Bibim qızın əli çox yüngüldür. Saçımı kəsəndə tez uzanır. Tanımadığım məhəlləmizdə olan salonlarda getdim, saçımın ucunu kəstirdim. Düşünürəm ki, onların əli mənə düşmədi. Saçım elə uzanmır. İşə gedirəm. Gedək görək nə olur. İşlərim var. Əslində burada mən işin yanında düşürəm, dayanacaqda, ancaq bir dayanacaq tez düşmüşəm ki, biraz piyada gəzim. Ümumiyyətlə piyada gəzməyi çox sevirəm. Məşhur ATV kanalının binası. 2013-cü ildən hər günüm bu kanalda keçir. Səhərimi bu kanalda açıram. Bura mənim ata evim kimi doğma bir yerdir mənə. Demək olar ki, bu kanalda böyümüşəm. 20 yaşım olanda gəlmişəm ATV-yə. Həyatım bu kanalda ümumiyyətlə xoş günlərim də olur, pis günlərim də, həyatımın dönəmləri bu kanalda yaşamışam. Ona görə də bu kanal mənim ata evim kimidir, öz doğma evim kimidir. Səhər canlı efirlə başlayırıq. İşlə çəkiliş edə bilmirəm. Deməli, həftə ərzində işə nə geyinmişəmsə, onları 5-ci gün işdən gələndən sonra atıram maşına, yuyulur, təmiz qalır. İndi bunları bir yuyacam. Bunun əslində bugün geyinmişəm. Mən yayda paltarlarımı bir dəfə geyinən kimi yuyuram. Bugün də səhər bunu geyinəndə elə tanan eləmişəm. Bunu da geyib işin liftində gördüm. Elə bunu da yuyacam. Qışda elə olur ki, 2 dəfə geyinirəm. Ancaq maksimum 2 dəfə. Amma yayda bir dəfə geyinən kimi yuyuram. Atıram maşına. Aparım bunları maşına atım. Buradan mən izləyənlərə demək istəyirəm, aktiv olun, rəylər yazın, fikirlərinizi yazın. Necə vloqlar görmək istəyirsiniz? Öz fikirlərinizi mənimlə bölüşün. Kanalıma abunə olun, dəstək olmağı unutmayın. Kanalımı yaxınlarınızla paylaşın ki, sayımız artsın. İbrahim özü bağçadadır. Baxın, hər yer maşındır da. Buna paltar şeyini vermişəm, buna səbət. Maşınları yığır. Maşınlar, her yerden maşın çıxır. Tayvaları da təzə aldırıb. Teker yok maşında. Nerede böyle bir gün seçeceğim.
Üzümü yuyuram. Təzə almışam bunu. Belə bir Rocher firmasındandır. Açalım. Belə başında şotkası da var. Superdir. 4 manat neçə qəpik var. 4 manat neçəsə qəpik almışam. Qəşəydir. Köpüydü. Böyle. Talanıya bakalım. Hatta gözümü, kipriklərimi də bundan edirəm. Qiymətinə görə də yaxşıdır. Özüm tərtəmiz görsünüz. Vlogumun ardını səhərsi gün çəkirəm, gün ortadır. Uşaqlara yemək hazırlayıram. Bilirəm ki, evdə uşaq olan mamaşalar uşaqların ən sevimli yeməyidir. Gün orta yeməyimizi yedik uşaqlar. Вообще буля. Да, можно. Rahim yemək istəyir, səbir çək. Dadlıdır. Divanı açdım. Çirklənibdi divan. Çirklənibdə bunu belə qəşəng təmizləyirəm. Bununla təmizləyirəm mən. Bir dəfə satıcı məsləhətdən alıb istifadə eləmişəm. Qəşəng təmizləmişdi. Bitirmişdim, təzədən aldım. Bunun divan üstünü örtə bilmirəm. Həm model olaraq da köhnə divan modelidir də. Yəni bu divandan alan yoxdur. Keçəndə inşallah bunu onsuz ya satacağım ya nə bilim. Bu yeni evimə özümdən aparan deyiləm bu divanı. Həm də ki Rahim üstünə nəsə atsam saxlamır. Yəni adi balışları belə yerdə olur da bütün günü. Saxlamır. Uşağa görə məcburam belə eləməyə. Bunu da ki bundan ancaq təmiz saxlayıram. Bundan xalçada, geyimləri də təmizləmək olur. Şimdi başlayıram təmizləməyə. Nəticəni göstərəcəm sizə. Baxın, burada gördüyüm ləkəni eləyəcəm onun üstə. Sonra da təmizləməyini göstərəcəm sizə. Bunu belə ləkənin üstə vurursa, bu qəribə şey çıxır. Ləkənin üstə vurursan 10 dəqiqədən sonra gəlib nəyləsə bir parça ilə. Şotkamı tullamışam, hansı ağından bilmirəm, tapmadım. Parça ilə gəlib sürtəcəm. Və yaxud da ki, məsələn, geyimə vurursunuzsa 10 dəqiqə gözlədib, sonra paltar yağ maşına atırsınız. Burada ləkələr var. Burada da var. 10 dəqiqədən sonra orada görürəm, nəşə olurum üstə. 10 dəqiqədən sonra sürtəcəm. Dedim, hava istidir, eləmişkən kresolları da eləyim. Düzdür, kresollarım təmizdir, amma bəzilərini görürəm uşaqlar əllərlə vururlar da. Direkt ləkəyə vururum, sonra da belə püskürdürəm. Parça nəmdir, nəm parça ilə başlayıram. Baxın, təmiz. Təmizləndi, quruyacaq da bu ləkələr yaş olduğuna görə də quruyacaq. Biz burada ləkələr var idi. Getdi hamısı.